Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə yeni massiv deyilən ATV deyilən əraziyə yaxın ərazidə 5 sotun içində şəxsi inşa olunmuş 2 mərtəbə 6 otaqlı geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Şəxsi inşa olunmuş bir evdir, ara mərtəbəsi monolitdən inşa olunub. Gördüyünüz kimi də evin xarici görünüşüdür. Evin yan tərəflərinə keçmək mümkündür. Həyətində yüngülvarı belə yaşıllıqları var. Bu hissəsinə də keçmək mümkündür. Gördüyünüz kimi evin yan tərəfləri hamısı açıqdır. Havalanmaya tam uyğun formada uyğundur. Həyətində belə santar qovşağı var. Bax, belə bir. Gördüyünüz kimi həyətinin santar qovşağıdır. Nəzərinizə çatdırım. Bu evin əvvəl qaraj hissəsi olub. İndi hal-hazırda artıq əşyaları yığıblar bura. Demək, ev sahibi o hissəni elə bir obyektə çevirib istifadə edirlər hal-hazırda. Gözəlləşmə salonu kimi, gözəllik salonu kimi belə istifadə olunur. Qapısı da buradan içərdən. İndi oranı düzdür, təsvir olsun çəkə bilmirik. Amma hal-hazırda salon kimi istifadə olunur. Burada da ayrıca tut ağacıdır. Evin yan tərəfində belə bir gördüyünüz kimi boş torpaq sahəsidir. Bu hissəsi demək olar yoldur, açıq yoldur. Evin bir tərəfi yoldur. Bu tərəfi də gördüyünüz kimi havalanmaya uyğundur. Pəncərələri tam rahat evin içinə işıq düşür. Keçən indi evin içinə tanış olaq, hörmətli izləyicilər. Demək, buradan daxil oluruq evin içinə. Həyəti ilə tanış olduq. Daxil oluruq evin içinə. Bura giriş hissəsidir. Evin demək olar təmiri bir neçə ildən qabaq olub. Normaldır. Bərbət halda deyil. Amma kim istəsə gəlib öz istədiyi kimi də zövqlə yığdıra bilərlər. Buradan gördüyünüz kimi girişdir. Girişi hardasa 2.60-2.70 enədir. Tavanları 3.40'dır. Yəni hündürlüyü çox hündürdür. Bundan nəzərinizə çatdırım. Sağda burada 4.55'in 10.50'yə geniş bir qonaq otağıdır. Bax, zaldır. Gördüyünüz kimi genişliyi göz qabağında, hörmətli izləyicilər. 4.55 enədir. Böyük bir məclis elə burada. Yəni həqiqətən çox genişdir. Keçirik buradan. 2 otaq aşağıdadır. Yəni bir zal, bir yataq otaq, bir mətbəx. Burada da hol kimi belə nəzərdə tutulub. Burada sol tərəfdə mətbəx. Mətbəx hardasa 16 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyir, hörmətli izləyicilər. Gördüyünüz kimi də bura mətbəx hissəsidir. Keçirik buradan. Bir dənə yataq otağı da bura. Hardasa 15-16 kvadratlıq genişdir. Yəni aşağıda bir ayrıca bir yataq otağıdır. Yaşlı adamların yuxarı çıxıb, yəni qalxıb düşməməyinə görə belə bir nəzərdə tutulmuş boş otaqdır. Gördüyünüz kimi də təmir normaldır, amma yenə alan adam özü köhnə təmirdir. İndi biraz təzə aboylar çıxıb, gözəl aboylar çıxıb, kim istəsə dəyişə bilər. Bura hamam hissəsidir. Gördüyünüz kimi də hamamı normal təmirlidir. Evin ara mərtəbəsi yenə qeyd edirəm, monolit. Burada santar qovşağı da ayrı-ayrıdır, gördüyünüz kimi. Aşağı ilə tanış olduq, hörmətli izləyicilər. Gördüyünüz kimi də yəni hər şey qaydasında. Burada artıq əşyaları yığmaq üçün belə gördüyünüz kimi neysə, bura işığı tapa bilmədik, amma hal-hazırda pləkanın altıdır. Artıq əşyaları yığmaq üçün ev sahibi şərait elədi. Buradan bax, qalxır yuxarı. Pləkanların altı monolit betondur. Nəzərinizə çatdırım, yəni titrəmə yox, bir şey yox. Ara mərtəbəsi də monolitdir, betondur. Bax, bura yuxarı isə gördüyünüz kimi geniş dəhliz. Buranın da hündürlüyü yəni yaxşıdır. Buradan sol tərəfdə
450'nin demək 4 aşağıda böyük bir yataq otağıdır. Gördüyünüz kimi də otaqları geniş, ürək açan. 4 otağı da burada yuxarıdadır. Burada da hardasa 450'nin 470'ə geniş yataq otaqlardır. Görürsünüz, hər yeri açıq. Yəni tağ qoyulub, şifaner qoyulub, hər şey belə göz qabağında. Belə də bir dənə çəkim. Döşəməsi istipoldur. Yəni giriş hissəsi istipoldur. Bu da balkona çıxış hissəsidir, qapıdır. Burada da hardasa təxmini bir, bu da elə 450'nin 470'ədir. Geniş bir yataq otağıdır. Otaqlarına söz olanmaz. Genişdir, yəni göz qabağındadır. Həqiqətən çox ürək açan otaqları genişdir, ürək açandır. Sadəcə evin dizayn formasını almaq istəyən adam özü istədiyi kimi dəyişə bilər. Burada da hardasa 350'nin 320 belə 5 metrəyə olar. Təxmini 15-16 kvadratdır. Təxmin ölçü deyirəm. Gördüyünüz kimi hörmətli izləyicilər. Yəni bütün nə varsa hamısı təqdimatda sizə göstərdim. Ölçülər də təxmini deyirəm, yəni az fərq eləyir. Burada ikinci mərtəbənin sanuzelidir. Genişli, ürək açandır. Gördüyünüz kimi də yuxarıda asma tavanla yığılıb. Yuxarının təmiri təzə təmirdən aslında. Buranın təmiri təzədir. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman sənədinə keçəndə bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin qiyməti 270 min start qiymətdir. 5 sotun içində yeri yaxşı yerdədir. Nəmişli yolla ərazidədir. 5 sotun içindədir. Şəxsi inşa olmuş bir evdir. Ara mərtəbəsi monolitdir. 270 min startdır. Real alıcısı indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.